Salam, hər vaxtınız xeyir olsun. Kanalımda xoş gördük sizləri. Bugün biz Reyzə 8-ci Namazov çalışmalardan kvadrat kökün xassələri, yəni hesabı kvadrat kökün xassələri mövzusunu testdən izah edəcəyik. Gəl başlayaq Səmralı bərabər. Deməli, birinci testdən. Buyur. Doğrudurmu? Aha, doğru olub olmadığını yoxlayırsan. Mən birincisi doğrudur. Mənim köklə kvadrat gedəcək. 3,6 Ay, qalacaq. sağ ol. Gedir və kökün altındakı ifadə qalır. Bunu doğru götürdük. Sonra 2. İçində müəllim kvadratla kök gedəcək. -4,5 qalacaq. Mən bu da doğrudur. Amma biz demişik ki, kökün altı mənfi ola bilməzdir. Düzdürmü? Bəli, Ona göre sen yani bunu çıkardığında modu da çıkartırsın ve o modu da çıktığı için de tabii ki menfi olabilmez. Yani doğru değil bu. Fikir verirsen 4'te necə 3,5. çıxardıq? Bəli, 4'te modul da çıxardıq. Mənfi 4,8. Amma bunu biz doğru götürə bilərik. Çünki moduldan da mənfi çıxmayacaq, müsbət çıxacaq. Aynı oldu. Bəli, bəli. 3 də doğrudur. Amma 2 doğru deyil. Mənfi 4,5 ola bilməz. Növbəti tapşırıq. Nömrə 2 hesablayın. Aha. 0,7'nin kvadratından Mən ne birincisi çıkacak? 0,7. Aysa. Bu mənfi 4,2'nin kvadratından da müsbət 4,2 çıxacaq. Düzdürmü? 3'te 2 kəsrində biz müsbət 4,2'ye vururuq. Bəli. Deməli yazırıq 3'te 2 vurulsun 4,2. Deməli 4,2'ni 3'e Mən bölüb 10-la 2'ye vururuq. 2 ixtisar gedəcək. Aysa çünki gedirlər. 4,2 ilə 3 ixtisar apardın. Elədi 1,4. 1,4 də vurursan 2 edir 2,8. 3. Bəli. 3-də müəllim -2,5. Kvadratla kök Kvadratı gedəcək 2,5 olacaq. aysa müsbət 2,5. 4. Bəli. Altta 4-də 5'i müəllim vuracaq. -6-da 5 vuracaq 3,6-ya. Bəli. 3,6'nı onda bölək 6'ya. Aldığımız cevabı da vuraq 5'e. Eğir -3. Bəli. Və getdi 5'inci. 5-incində 2,2 vurulsun 3,5. Doğrudur. 5'te yazırıq ki 2,2 vurulsun 3,5. Hesablayaq. 2,2'ni də 3,5'e vuranda alıb 7,7. 6. 6-cısında da müəllim -7-də 3 vurulsun 5,6. Ayşe. 5,6'nı böləcəyik nəyə? 7'ye. Onu da vururuq 2'ye. Bəli. Vuracaq 3-ə. O deyir -2,4. 2 bitti. Keçdi 3'e. 3-də müəllim birincisində 3 kök altında -23 bərabərdir 3 vurulsun 23, o da bərabərdir 69-a. İkincisində də ki, Yani demek ki sen bunu çalırsan kökün altına. Düzdürmü ağlı? Ve bəli, kökün altında -23'ten de kvadratından müsbət 23 götürürsən. Sonra da 3'ü vurursan nəyə? 23'e. 20-ə. Bəli, olur 69. Doğrudur. Sonra digərində də eyni qaydını eləyirik. Məsələn, bir dənəsini yazaq. İstəyirsən 3 vurulsun 5,5'in kvadratı məsələn yerinə qoy. Yəni Onsuz 3-ü də da vurub bunu 5,5. aysa 3'ü de vurursan 5,5. Onsuz da modulda çıxacaq. O da 6,5. müsbət olacaq. Doğrudur. Sonra digərində bəs Digərinə müəllim 0,2 vurulsun. E, aha, 0,2 vurulsun 9, o da eləyir 1,8. bəli. Hətta 9'u görüb çaşan da ola bilər. Məsələn, fikirləşər ki 3 çıxır, amma orada onsuz da kvadrat. Kvadrat olduğu üçün kökü aparır.
Yəni sadəcə Bəli. 9 çıxacaq. Deməli, ikincidə də yazırıq 0,2 vurulsun 9. 1,8. O da Sonra bəli. 0,2 vurulsun kök altında 6, yəni 6. O da eləyir hı, 1,2. bəli, doğru. 3'te bitti. 4. 4-də ifadəni sadələşdirin. Hı hı. Birincisində müəllim kök altında 9 vurulsun 2-nin kvadratı Birincini buradan yazıram. Deməli, 9'dan nə çıxır? Kökün altından çıxardırıq, düzdürmü? 3. 9'dan 3 çıxır, bəli. Bəli. Yəni kök altında 9a'nın kvadratını sadələşdirirsən sadəcə. Buradan 3 çıxdı. A'nı da müsbət kimi açırıq, çünki sıfırdan böyük deyir. Bir dənə də yanına A qoyuruq. Olur 3A. İkinci. İkincidə müəllim 16-dan 4 çıxır. Hı E, hı. 2,5-i də vururuq 4-ə. Onu da vururuq E, X'ə. X'in kvadratından da X çıxır. Özdə bəli. müsbət çıxır. Sıfırdan böyükdür çünki. 2,5'i vururuq 4 4. X'a. O neçə eləyəcək bizdə? 10x. Keçdik üçüncüyə. Üçüncüdə müəllim 25-dən 25b üzəri 2-dən 5b çıxacaq. Hı hı. 5b-də müəllim mənfi 5b. İkisi də mənfidir, bax. Səmra. 5 sıfırdan da kiçikdir. Qarşısında da mənfi var. Bir dənə mənfi, ona görə müsbət verəcək sənə. Qarşıda onsuz da mənfi var idi. Buradan da biz onsuz da 5b çıxartmışdıq da, düzdürmü? Və o Bəli. 5b-də b-ni mənfi kimi çıxardanda onsuz da 2 dənə mənfi sənə müsbət verəcək. Yəni cavab müsbət 5b eləyəcək. 4. Dördüncüsündə müəllim 36-dan 6 çıxır. Y-dən də Y. Amma 1 mənfi kimi tamamda çıxardırıq. Y-i deyir ki, bəli. mənfi kimi götür. O mənfini də mənfiyə vuranda müsbət eləyəcək onsuz da. Mənfi 1,2-ni elə bir ki 6. vurursan, mənfi Mənfi 6 6. y verir. O da deyir müsbət 7,2 y. Bəli. Aynı oldu. Bəli. Gəldik 5'ə. Yine eyni qayda ilə sadələşdirmədir. 36-dan müəllim 6 çıxacaq. 6A-nın üstü 3. 6A Bəli. üstü 6'nı elə ki 2'yə bölürsən. Dərəcədən çıxardanda elə olur. Sonra ikinci. 169-dan 13 çıxır. Y-dən də 5. Amma bir şey də var ki, y-ə mənfi kimi atmalıyıq. Onda qarşıya nə Bəli. atacağıq? Mənfi. Bəli, Mənfi mənfi 13. 13. Bəli. Üçüncüsündə müəllim 0,5x üstü 2. Doğrudur. Dördüncüsündə də 2 müəllim 1,2b b üstü 6. O da doğrudur. Gəldik 6'ya. Buyur. 6-da müəllim ifadəni sadələşdirin. Hı hı. 25a üstü 4-dən 5a üstü 2, 121-dən də Yəni 11. yazıram ki 11 aşağıda, yuxarıda da 5A üstü 2. 5a üstü 2. Bəli. Bəli. İkincisində İkinci. müəllim 64-dən 8, 169-dan da 13. B-dən Amma də 5 3 üstə, çıxacaq. bəli, 5 üstü. Bir də Mənfi. qarşıya nə atmalıyıq? Mənfi. Çünki orada yazıb ki 5 sıfırdan nədir? Kiçikdir. Mənfi. Hətta bu düzgün olmayan kəsir də sən bunu tam və kəsrlə də yaza bilərsən Səmra. Yəni bu eləyə bilər mənfi 1,8'də 5 B-nin kubu. Bəli. Üçüncü. Üçüncüdə müəllim 1-dən elə 1 çıxacaq. 196-dan da 14, A üstü 4. Yəni 1 bölünsün 14 A üstü 4. 14, A üstü 4. Bəli. Doğrudur. Dördüncüsündə müəllim B, yəni 30 bölünsün B.
Amma nə olmalıydı? B. Qarşıda mənfi işarəsi Hansı? olmalıydı. B sıfırdan çünki kiçikdir. Bəli. Gəldik 7-yə. İfadəni sadələşdirin. Hı. Mən Sadələşdirək. kvadratla kök gedəcək, A çıxılsın 2 qalacaq. Amma nəyin içində olacaq o? Modulun içində olacaq da, düzdürmü? Bəli. Mən bir dəfə Birinci, çıxıb bir dəfə toplayacaq. birinci modulda yazaq bunu. Modulda deməli A çıxılsın 2 yaz. İndi modulun şərti var, açılış qaydası var. Deyir 2-dən böyük bir qiymət qoy. Məsələn, hansı qoyaq? 3 qoyaq. 3-dən 2 çıxanda nə olur? Müsbət eləyir. Müsbət. Onda deməli müsbət kimi də açırsan. A çıxılsın 2 yazırsın. Bəli. Aynı oldu. İkinci. İkincisində müəllim kökünə kvadrat gedəcək. Modulda x üzərinə gəlsin 3. Ay sağ ol. Və deyir ki, x-imiz -3-dən böyükdür. Yəni, məsələn, -2 var, -1 var. La belə müsbət qiymətlər də götürə bilərsən. Amma əsas odur ki, -3-dən böyük olsun. Düz deyil? Bəli. Məsələn, hansını götürək? -2. Mən yenə Aha, müsbət kimi açılacaq. bəli, yenə də müsbət kimi açılacaq. X üstə gəlsin 3 olur. Üçüncüsünə müəllim yenə kvadratla kök gedəcək. B Hı-hı. çıxılsın 5 modulda. Hı-hı. Orada da ki müəllim deyir 5 B-dən böyükdür. Mən burada mənfi olacaq. Yerlərini Ay sağ ol. dəyişib çıxacaq. Bəli, yerlərini dəyişəcəksən. Yəni 5 çıxılsın B olacaq. Bəli. 4. Dördüncüsündə də müəllim həmin qayda ilə kökünə kvadrat gedəcək. Modulda y üzərinə gəlsin 1. Orada da mənim deyir ki, y kiçikdir -1-dən. Hansı qiymət qoyaq səncə Səmra? Mən -2, -3. Ay sağ ol. Yerinə də qoysaq. Mənim yenə mənfi kimi, müsbət kimi. Niyə? Y-in yerinə neçə Mənfi qoydun ki? -2. Onda cavabımız -2 ilə 1 toplayanda axı mənfi eləyir. Bəli. Ona görə də dəyişir də işarə. Bəli. Biz 1 üzərinə gəlsin y. Yəni mənfi y çıxılsın 1. Çıxsın mənfi. Öyle yazarız. Çünki toplamanın yeni Bəli. dəyişəndə axı fərq dəyişmir. Çıxmanı ona görə yazırıq. Ona görə toplamalarına qarşıda mənfilər alır. Bu da belə getdi. Gəldik digər tapşırığımıza. Burada neçə dənə tapşırıqdır? Məncə bitirə bilərik. Gəl yazaq. 8. 8 kökün İfadəni altında sadə. bəli, düsturdur. Birinci fikir verirsən, müxtəsər vurma düsturudur. Əvvəlcə fikirləşməliyik ki, o hansı müxtəsər vurma düsturudur. Onu A, kvadrat kök... Aha. A çıxılsın 3. Nəyi? A çıxılsın 3-ün kvadratı. Bəli. Bunu yazaq. Deməli, birinciyə yazırıq ki, kök altında A çıxılsın 3-ün kvadratı. Burada artıq modulu açırıq. Yəni Mənim modulda kökünə çıxardırıq. kvadrat. Bəli, Bəli. modulda çıxardırıq. Yəni olacaq modulda A çıxılsın 3. İndi baxırıq ki, 3-dən böyük bir qiymət qoymalıyıq. 4, 5. Olar. 4 qoysaq, 4-dən 3 çıxanda nə 1, olur? 1. Müsbət olur da, düzdürmü? Bəli. Onda deməli biz bunu müsbət kimi aça bilərik. Aynı oldu. Yəni Bəli. A çıxılsın 3 olacaq. İkinci. İkincisində müəllim 2 yox. 4A üzərinə gəlsin 1. 2. 2A üstə gəlsin. 1-in kvadrat üstü kimi açaq. Bəli. Bəli, yenə də modulda çıxacaq. Yenə şərt qoyub yoxlayacağıq. -2-də 1 də yəni -0,5 deməkdir. Hansı ədəddir ki, o -0,5-dən kiçikdir? Məsələn, -0,6 neçə? 6, 4. 0,7. Bəli, -4 də götürə bilərsən. Bəli, -1 də götürə bilərsən. -2 də götürə bilərsən. Yəni ödəyir.
Görürsən mənfidir. Mənfi elədiyi üçün nə olacaq? Mənfi 2A çıxılsın 1 olacaq. Hər iki tərəfin mənfiyə vuracaq. Bəli. Üçüncü. Üçüncüsündə müəllim B Hı üzərinə -hı. gəlsin 8. Bəli. B üstəgəl 8-in kvadratı. Bunu da modulda çıxardıram. Bəli. İndi açılma qaydasına baxıram. Hansı ədəd qoyaq Mən ki, deyir mənfi? ki, deyir ki, Hı. mən B mənfi 8-dən kiçikdir. Hı -hı. Mən mənfi 9. Qoysaq indi mənfi olur yoxsa müsbət olur? Mən mənfi. Onda necə açacağım? Mən mənfi. Mənfi B. Qılsın 8. Ay, ben bunu istəyirdim. Keçək dördüncüyə. 4-də nə yazacağım? Dördüncüsündə müəllim bəli, 9 nəyin 9, kvadratı? 3 Aha, onda yazıram 3B B çıx çıxılsın 1'in 1. kvadratı. O da modulda çıxdı. İndi modulu açaq. Mən deyir ki, B 3-də 1-dən böyükdür. Məsələn, nə götürək 3-də 1-dən böyük? 3-də 3. Olar. 3'də 3 qoysaq bura, 3 tərəf qısar gedəcək. 3-dən də 1 çıxanda 2. Gördüyün kimi müsbət elədi də. Ona görə Müsbət kimi yazırsan. açılır. 3B çıxılsın 1. 8'də bitti. Keçək 9'a. İfadəni sadələşdir. Hı -hı. Mən burada birincisində İki mən versene de kvadrat mı? birincisinde opşi kökün altındadır. Demek Bəli. ki biz onda bunu muxtəsər vurma düsturu kimi açmalıyıq. Muxtəsər vurma düsturu kimi açsaq nətər olacaq? Mən bir dəfə çıxıb bir dəfə toplayacaq. Elə də eləyə bilərik. 2-ni elə bir ki, kök altında 2 kimi göstərə bilərik. Olar. Yəni olacaq kök altındakı çıxılsın 2. Bir dəqiqə. Bu da yaxşı metoddur. Mən başqa cür yanaşacaqdım, sən elə yanaşdın. Yəni A çıxılsın B, A üstə gəlsin B kimi açsaq. Kök Bəli. altında 2 çıxılsın 2. Çıxılsın kök altında 2. Bu bir mörd tərzdə olacaq. Kök altındakı çıxılsın 2. Üstə gəlsin kök altındakı da bu da bir mörd tərzdə olacaq. Bəli. Düzdürmü? İndi bunlardan məsəl üçün kök altındakilər getdi. Oldu kök altında -2 vurulsun. Burada da 2 kök altında 2 üstə gəlsin 2 oldu. Bəli. Bunu da vuranda -4 kök altında 2 çıxılsın 4 oldu. Bəli. Yəni belə bir şey yazmaq olar. Amma mən belə istəyirdim. Gəl mən dediyim kimi yazaq. Müxtəsər vurma düsturu kimi açaq. Məsəl üçün A çıxılsın B-nin kvadrat düsturunu açıram. Birincinin kvadratı. Çıxılsın birinci ilə ikincinin kimisi. Bir də çıxılsın ikincinin kvadratı. Gəl açaq görək necə olur. Məsələn, kök altında 2'nin kvadratı 2. Çıxılsın birinci ilə ikincinin kimisi. 4 kök altında 2. Düzdürmü? Üstə Bəli. gəlsə ikincinin kvadratı. Yəni 2'nin kvadratı 4. Çıxılsın 2. 2'lər getdi. Qaldı kökün altında. -4 kök altında 2 üstə gəlsin 4. Gördün eyni şey aldı. Bəli. Buradan da hətta mötərizə xaricinə 4'ü çıxarsa normalda. Olur mənfi kök altında 2. Düzdürmü? Üstə Bəli. gəlsin 1. 4'dən də 2 çıxacaq. Yəni 2 vurulsun kök altında 2 üstə gəlsin 1. Mənfi olmaq şərtilə. Bu şəkildə də Bu yazmaq olar. şəkildə. Bəli. Bəli. Keçdik ikinciyə.
Kvadrata yüksəltsək yenə də 25 çıxılsın. 2 və 5, 10, 20 kök altında 3. Üstə gəlsin 45 12. altında. Ha 12. Üstə gəlsin 2 kök altında 3. Özü kökün altında. Deməli 25 ilə 12-ni toplayıram. Neçə eləyir? 37. 37. 20-dən də 20 kök altında 3-dən 2 kök altında 3 çıxanda 18 kök altında 3 eləyir. Bu şəkildə göstərə bilərik yəni. Aynı oldu. Bəli müəllim. Gəldik indi digərinə. Üçüncüyə. Üçüncüdə də məsəl üçün açsaq 1 çıxılsın 2 kök altında 3 üstə gəlsin 3. Bu bir kökün altındadır. Bunlar da götürsək olacaq kök altında 4 çıxılsın 2 kök altında 3. Düz değil. Bir de çıxılsın Bəli. kök altında 3. İndi bunu göstərmək qaydasını da mən sizə başa salmışdım, yadındadır. 2 kök altında 3'ü 2'ye bölürdük. Qalırdı 1 kök altında 3. Onu da kök altında kvadrat kimi göstərirdik. Yəni necə göstərirdik? 1 çıxılsın kök altında 3'ün kvadratı kimi. Bəli. Çıxılsın kök altında 3. Buradan da çıxırdı. Modulda 1 çıxılsın kök altında 3. Düzdürmü? Bəli. Onu da açanda mənfi kimi açırıq. Çünki 1-dən 3 çıxanda mənfi. Kök altında 3 çıxılsın 1, çıxılsın kök altında 3. Bunlar da ixtisar getdi, qaldı mənfi 1. Yəni 3-də cavabımız mənfi 1 eləyəcək. Digərlərini də eyni qayda ilə sadələşdirə bilərik Səmiral. İkincidə də məsəl üçün 18-i necə göstərə bilərəm? Necə müəllim? Yəni bunu da kvadrat kimi göstərmək olar demək istəyirəm. 9'un 9 kök altında 3'dür, bəli. Məsəl üçün onu da göstərə bilərik. Tutaq ki 3 3 üstə gəl, bəli, 3 kök altında 3'ün kvadratı kimi göstərə bilərik. Yəni mümkündür də, yəni sadələşdirmək istəsək elə bir şeylər eləyə bilərik. Aynı oldu. bəli. Gəlin dördüncüyə də baxaq. Dördüncü artıq sadəcə modulda çıxardacağıq. Məncə Səmra, burada testdə səhvlik var ya. Bax Hansı bu tapşırıqda üçün, müəllim? bax Da üçüncü görsənmə necə rahat oldu. Kökün altındaydı deyə modulda çıxartdıq. Kök altında modulda çıxardanda oldu 1 çıxılsın kök altında 3, düzdürmü? Bax bəli. 3'də. Bir dənə göstərim. 3'də oldu 1 çıxılsın kök altında 3 modulda. Bunu da açdıq. Kök altında 3 çıxılsın 1 çıxılsın kök altında 3 mənfi 1 elədi. Burada bu ayrı-ayrılıqda olmalıdır. Bax burada səhvlik düşüb. Çünki bunu biz modulda çıxarsaq kök altında 2 çıxılsın 2 olacaq. Düzdürmü? Bəli Və müəllim. bunu da açanda 2-dən də 4 çıxanda mənfi eləyir. Yəni biz bunu 2 çıxılsın kök altında 2 kimi açırıq. Burada da 2'lər gedir, qalır mənfi kök altında 2. Və arxada da cavabımız mənfi kök altında 2'dir. Yəni bu səhv düşüb. Kök elə bil ki burada yoxdur. Aynı oldu. 2 təkdir. Ayrıdır. İkinizdə də eyni qayda olacaq. Bax 5 çıxılsın 2 kök altında 3 olacaq. Çünki belə deyəndə alınmır. Bu da ayrı olacaq. Çünki bu 4'ü 10, 25 özdə müsbət olacaq. Müsbət olduğu üçün 2 kök altında 3'lər də ixtisar gedəcək, yerlər dəyişməyəcək. Sadəcə 5 qalacaq. Aynı oldu. Bəli. Gəlin 4'də yazaq. Dörtdən necə eləyəcəyik? Modula çıxardacağıq. Düzdürmü? Bəli. Modulda 2 çıxılsın kök altında 1. Sirkla belə səhv çıxıb o. Burada da olacaq modulda kök altında 5 çıxılsın 1. Bunlar da ayrı-ayrılıqdır. Çünki fikir verdim ki, hamısı ayrıdır. Bir dənə bunlar bitişikdir.
Deməli, burada modulda çıxardanda 4-dən 5 çıxanda mənfi edir axı Səmra. Ona görə yerlər nə olacaq? Dəyişəcək. Bəli. Burada da amma müsbət eləyir. Ona görə olduğu kimi qalacaq, amma qarşıda da mənfi olduğu üçün bu müsbət olacaq. Bunlarda ixtisar edəcək. Cavab edəcək -1. Aydın oldu. Bəli. Sonra 10-da da ifadəni sadələşdirməkdir. Bunu çatdıra bilməyəcəyik, çünki zoom atacaq 7 dəqiqədən sonra.